Hər kəs salamlayıram. Dostlar, bir mövzuya toxunum. İndi əksəriyyəti deyər ki, elə bir şey ola bilər və yaxud və s. ilahi. Bəli dostlar, olur. Ümumiyyətlə, əzələ ilə beyin təmas vaxtı musiqi ora müdaxilə eləməli deyil. Sən musiqiyə yalnız fasilə verirsən, dincəlirsən, o anda qulaq asa bilərsən. Təbii ki, indi hər kəs qulaq asır və s. söhbəti yox. Amma ki, sən o məşqin vaxtında, sən qulaq asanda, sən sanki özünü oradakı hər hansısa bir baş rollarda aktyor kimi hiss edirsən ki, tez tamamlayım 12 təkrar, motivasiya da gəlir. Fikrin əzələdə olmur, sən əzələdə fokuslanmırsan. Amma ki, sən əzələyə fokuslansan, 12 təkrarı musiqidə eləmirsənsə, sən əzələyə fokuslansan, 12 təkrar eləyə bilməyəcəksən. Çətin olacaq. Çünki fikrin əzələdədir axı. Misal üçün, sən çiynə işləyirsənsə, musiqi ilə məşq eləyəndə ancaq fikrin nədə qalır? Bunu tez qaldırım, tez bazar qaldırım, bitirim bunu 12 təkrar. Amma yox, amma ki, fokuslananda çiynə, onda görürsən ki, yox, doğrudan həqiqətən də çox çətindir. Adi bir otaq olsun, güzgü olsun, bir də sən. Kənar adam olmasın, bir də musiqi olmasın. Görsən də inkişaf necə gedəcək? Yenə deyirəm, musiqi dinləyən var, inkişaf var, təbii ki. Amma ki, belə olsa, daha da inkişaf tez olur. Bir daha söylürəm dostlar, çalışın məşq edəndə əzələyə fokuslanır. Çünki əzələ təzyiqlə inkişaf edir. Təzyiqdən sonra qan başlayır orada dolmağa, ondan sonra dediyim kimi əzələ başlayır inkişaf eləmək. Hər kəsə uğurlar.